Hop, bu oyunda bir-birə müsahib oldu. Amma bu film içi qoyuram ona bir baxın gəlin. İşim var bu şərəfsizlərlə. Komite inzibatıdır. Bu oyunu bərqərar eləyəndir. Bunlar kimdilər? Üzü gedə-güdələ gəlirlər bir dənə xarabanın üstündə gəlirlər. Bir cür nicətpərəstanə sözlər, yamanlar, söyüşlər deyirlər. Və bunların qabağını alan niyə yoxdur? Onları niyə güllərlə vurub salan yeri yoxdur? Danışıranda deyirsiniz, təqdiri təşəkkür edirsiniz intizamdan. Bu intizamı gedib onları niyə salmadıq xarabadan aşağıya? Niyə elə həmməcə bizim daşımız ağırdır sizin başınıza? Köpək olur şərəfsizlər. Və ya bedunu tamaşacı deyir, onlar orada nə siktirirlər o dağda, damın başında. Ay məsul, ay müdür, ay filan kəs, ay hər nə qarəsən. Gərək gedəsən şikayət edəcəm. Bu iş olmaz. Mən də film televizyonda baxam ki, bu oyuncularımız niyə bizi gicəliblər? Demə baba, bunlar söyüş verirlər orada. Bu koskeşlər. Bu carkeşlər. Car çəkirlər orada dəyyuslar. Çox şərəfsizsiz. Beşərəf köpək olanlar. Eşq olsun ki, oyuncularımız, yenə də ki, yaxşı oynadılar. Oyuncularımızın qışları da ağrımasın. Eşq olsun hamımıza.